Dünya çempionatına baxan dostlarınıza göndərə bilərsiniz. Yəqin ki, Qana İngiltərə oyununa baxdınız. Orada bir cadugar var idi. Dedi ki, İngiltərəyə cadu eləmişəm, bizə qol vura bilməzlər. Doğrudan da elə oldu. Dedi, hətta Harry Kane'ə xüsusi cadu eləmişəm. O da bizə qol vura bilməz. Elə də oldu. Harry Kane sonradan dedi ki, mənim başım fırlandı. Ona görə qol vura bilmədim. Və insanlar biraz daha inanmağa başladı. O cadugar çıxdı dedi ki, mən və mənim köməkçilərim səhvən Türkiyə yığmasına cadu edib. Ona görə də onlar qrupdan çıxa bilmədilər. İnanc sistemi biraz daha artdı və insanlar dedilər ki, bu cadugarı oyuna buraxaqmı, yoxsa buraxmayaqmı? Buna davranış iqtisadiyyatında confirmation bias deyirlər. Yəni insanlar inanmaq istədikləri şeyə inanırlar. Bir başqa məqalədə isə buna deyirlər ki, hot hand effekti. Yəni bir hadisə 3 dəfə, 4 dəfə təkrarlanırsa, deməli 5-ci dəfədə təkrarlama imkanı var. Burada önəmli məsələlərdən birisi isə inanmamaqdır. Bu günləri isə yenə Xorvatiya ilə Qana oynayır. Əlimizdə bir dənə gücümüz var. O da inanmamaq. Vay dada, ayaktan bu kadar da barut koyma ola.